Bu ilin ilk 10 ay ərzində Azərbaycan vətəndaşları Türkiyədən 741 mənzil satın alıblar. Yenavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədən 96 mənzil alıblar. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən daha az mənzil alıblar. Belə ki, 2024-cü ilin ilk 10 ayında 682 mənzil satın alıblar. Ötən ilin oktyabr ayında isə bu ilin oktyabr ayı ilə müqayisədə daha az 78 mənzil alınıb. Qeyd edək ki, son 11 ildə Azərbaycan vətəndaşları Türkiyədən ümumilikdə 11373 mənzil alıblar. Onu da bildirək ki, bu ilin ilk 10 ay ərzində Türkiyədən ən çox Rusiya, İran, Ukrayna, Almaniya, İraq, Azərbaycan və Qazaxıstan vətəndaşları ev alıb.